Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bugün Ağcabədi rayon Təzə kəndində çox gözəl bir ziyalı müəllimimizin evində qonağı. Xoş gördük müəllim sizi. Xoş gördük sizi. Çok sağ olun. Dikkatinize göre teşekkür ederim. Çox sağ olun. Bizi yad elediğinize göre size ve sizin kolektifinize, çağdaş Təhsil mətbuatına. mətbuatına öz təşəkkürümü bildiririm. Biz de pensiyada olsak da belə yaradıcılıqla, yani yaxşı insanların axtarışındayıq. Çox şadam ki, gəlmişsiniz. Çox sağ olun müəllim, çox sağ olun. Bəli. Var olun. Mənim adınız, soyadınız. Adınız, soyadınız. Adım Həziyev Hacı Allahverdi oğlu 49-cu ildə Ağcabədi rayon Təzəkənd kəndində anadan olmuşam. Elə burada da ibtidai təhsilimi qutarıb, Şöyle kənd orta məktəbində orta təhsili başa vurub, Bəli. sonra hərbi xidmətdə xidmət etdikdən sonra o vaxtçı Kirovabad Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat Fakültəsinə daxil olub, oranı da bitirmişəm. Və elə mən qiyabi daxil olduğuma görə 71-ci ildən də ehtiyaca görə məni riyaziyyat müəllimi kimi məktəbə qəbul edirlər. İşlədiyim müddətdə novator işçi olmuşam. Yəni təhsil aldığım təhsil şöbəsindən bütün o vaxtki sistemin hamısından da razıyam. Çünki əməyim qiymətləndirilib. O vaxt əmək Süleyman Tatlıyev Ali Sovetin sədri olan vaxt əmək itinə görə medalına təqdim olunmuşam. Baş müəllim titulu almışam. 3 il məktəb direktoru işləmişəm və işlədiyim müddətdə də novator olmuşam. Əhalinin siyahıya alınması işlərində, seçkilərdə Ali Soveti 202 nömrəli 1984-cü ildə 202 nömrəli Ağdam seçki dairəsində dairə seçki komissiyasının üzvünün də biri mən olmuşam. O vaxtı orada rayon partiya komitəsinin katibi Sadıq Murtuzayev yoldaşı idi. Belə yoldaşlarla da oturub durmuşam, işləmişəm. Yəni, Çox gözəl. hərəsindən bir söz götürməklə belə deyim. Sonra bu yaradıcılıq qabiliyyəti də bizim nəslimizdə olan söhbətdir. Yəni, rəhmətli atam, onun anası, nə bilim belə, bunlar hamısı bizdə sözü nəzmlə deyir. Mənim bacım var, bacılarım, bir mən yox, qohum əqrabanın əksəriyyəti sözü şeirlə deyirlər. Mən bir kitabın da müəllifiyəm, ikinci kitabımı inşallah çapa hazırlayıram. Əsliyə gələn kitabımda hörmətli deputatımız Tahir Rızayev cənablarının böyük xidməti, əməyi olub, ona təşəkkür edirəm. Biz də təşəkkür edirik. İcazə versəniz. Təşəkkür edirik. Müəllim, bəs hansı məktəblərdə çalışmısınız? Hansı məktəblərdə çalışmısınız? Hansı məktəblərdə? Mən birinci ili qonşu rəsbərlər kəndi var. Ora 8 illik məktəb idi. Ora müəllim ehtiyac olduğuna görə bir gün gördüm ki, bizim məktəbin direktoru ilə həmin məktəbin direktoru var idi, Aslan müəllim, gəliblər bizə. Mən də təzəcə qəbul olmuşam institutda. Bəli, gəldilər bizə. Rəhmətli atam çağırdılar, işdə idi, gəldi kişi. Dedilər ki, bəs Rəsbərlər kənd orta məktəbində müəllimə ehtiyac var, riyaziyyat müəllimi yoxdur. Bəs oğlum girib, Allah'a şükür, instituta girib. Gəl oğlunu icazə ver, getsin o kəndən müəllim işləsin. Atam dedi, axı bu heç uşaqdan seçilmir. Bu 20 yaşı da düzü belə idi. 20 yaşı hələ heç tamam deyil. Yaxşı alınar, alınmaz. O bizim kənd məktəbinin direktoru var idi, İsa müəllim, rəhmətlik. O mənim riyaziyyat müəllim olmuşdu. O da mənə inanırdı, güvənirdi. O dedi, Allah verdi kişi. Mən Hacıya arxayla, ümidəm, bilirəm. Orada baş çıxaracaq, işləyəcək. Nərət olma. Təzə qəbul olursa da belə. Amma mən bilirəm ki, işləyə bilər. Bəli, eləcə birinci il getdim Rəşvərlər məktəbində. Elə həmin məktəbdə də çalışmısınız? Yox. Müəllim işlədim. Sonra Ümumilikdə neçə il müəllim işlədiniz? ümumilikdə 1971-ci ildən 2017-ci il ayına kimi. Hesabla görünəcək il. 2017-ci ildə təqaüdə çıxmısınız. Ümumilikdə 48 il, 47 il. 2012-də çıxdım. Amma deməli o vaxt, amma 2017-yə gələn sağ olsunlar mənə
imkan verdilər. Yaxşı işçi olduğumu nəzərə aldılar. Yaxşı novator müəllim olduğumu, direktor işlədiyimi, baş müəllim olduğumu, nə bilim nələr. Bunları nəzərə alıb 17-cədən imkan verdilər işlədim. 17-də daha gəldim pensiyaya. Çox gözəl. Müəllim, həyat yoldaşınızın adı, soyadı? Həyat yoldaşım Əliyeva Nailə İsmail qızı 1957-ci il təvəllüddür. Öz elimizdən, obamızdan olduğuna görə mən soy köküm Kəbirlidir. Bilirsiniz də bu Qarabağda Kəbirli mahalı olub. Bəli, onun atası Kəbirli yer ağsaqqallarından biri olub. Biz də indiyə qədər çiğ-çiğnə yaşayırsınız. Qohumluq var idi. Elə tanış olduq. Amma bana çox əziyyət verdi. 3 il. 3 ildən sonra nəhayət ailə qurdunuz. Həsi verdi. Sözü verdi. 3 il. Qoy bu da düşsün ki, bu indi televizyon verilişlərinə baxırıq. Ay alım, ay bacım. Gəlin gedir, eşidirsən, bir ayda sonra deyir ki, yox, mən buranı bəyənmədim. Bana nə oldusa? Amma yəni bu etibarlı çıxdı, sağ olsun, yaxşı oldu. Sonra öz yanım, özü savadlı adam olduğuna görə, öz məktəbimizdə, yanımda kitabxana müdiri işlədi, uzun bir axıraca. 27. Bəli. Məktəb kitabxanasının müdiri oldu, axıracan da yanımda işlədi. Nə gözəl. Nə gözəl. Müəllim, bildiyimizə görə çox gözəl atasınız, çox gözəl babasınız. Evlatlarınız, neçə evladınız var? 4 evladım var. Sadəcə olaraq adlarını qeyd edək. Çabuhi, böyük oğlum, ondan kiçik Sölüyə, ondan kiçik Ülviyə və son 5-i Təbriz. Təbriz də Türkiyədə həkimdir. Nə gözəl. Ümumilikdə neçə nəvəniz var? 7 nəvəm var. Böyüyünün ikisi Ukraynadadır, orada üniversitede oxuyurlar. Kızımız Ukrayna'da Tıp üniversitesinde oxuyur, biri də kompüter mühendisliğinde. Nəticə var? Nəticə yoxdur, inşallah olar. İnşallah. Allah ömrünüzü uzun eləsin. Nəticə toyu görəsiniz, hətta kötücə toyu görəsiniz. Müəllim, Allahın izni ilə sizi çəkdiyi işıqlandıracaq Allahın izni ilə. 10 il sonra, 5 il sonra, hətta 20 il sonra evlatlarınız, nəvələriniz, nəticələriniz, kötücələriniz sizə baxacaq bizim vasitəmizlə. Onlara nə ürək sözlər bildirərdiniz? Onlara ürək sözüm odur ki, həyatda heç vaxt Allah Teala onlara elə gün qismət eləsin ki, bitirəməsinlər. O elimizin, obamızın, dədə, babanın davamçılarından olsunlar. Amin. Bəli. Yəni xeyirxah işlərlə məşğul olsunlar. Amin. Bəli, bədnəzər işlərdən kənar olsunlar. Özlərinə babalarının yolun seçim eləsinlər. Babaları kimi ziyalı olsunlar. Ziyalı olmaq asan da iş deyil. Yəni bunun üçün tər tökməlisən. Bunun üçün həyatda yetişmək lazımdır. Yetişmək də insanı həm təhsil yetişdirir, həm mühit yetişdirir, həm ağır yetişdirir. Allah Teala. Adam kasıb da olar. Adam müflis də olar. Bu qorxulu deyil. Bu qorxulu deyil. Həyatda ağılsızlıq qorxuludur. Allah Teala'dan arz edirəm ki, ağıllı olsunlar. Biz də qoşuluruq Çındır sizin adam arzularınıza. olmasınlar. Biz də qoşuluruq sizin arzularınıza. Müəllim, çox sağ olun. Dəyərli xatirələrinizi bizimlə bölüşdüyünüz üçün sizə dərin təşəkkürümüzü bildiririk. Təşəkkür Allah ömrünüzü uzun eləsin, var olasınız. Müəllimin gözəl bir kitabı var. Hər söz yadigardır. Hər söz yadigardır. Müəllim bizə də yadigar elədi. Həmən kitabından bizə hədiyyə elədi. Çox sağ olun müəllim. Var olasınız. Sizin kimilər bir dənə də şeirimi deyim bu Buyurun müəllim, buyurun. Olar. Olar, buyurun. Bilirsiniz, indi Allah müzəffər ordumuzu qorusun. Allah prezidentimizə qorusun. Qarabağımız azaddır. Qarabağ da elə belə diyar deyil, Azərbaycanın tacıdır. Qarabağ, bəli. Mən də Qarabağa həsr elədiyim son vaxtlar bir şeirinlə söhbətimizi yekunlaşdırmaq istəyirdim. Kimliyimi gəl soruşma özgədən. Mən deyim sən eşit, Qarabağlıyam.
Bir yanım Dəlikir, bir yanım Araz. Axıram Xəzərə, Xəzər canlıyam. Vətənim Qarabağ, Qarabağlıyam. Babam Füzulidir, alıram qüvvət. Ustadım atamdır, etmirəm qələt. Soysalar dərimin nəsimi ibrət. Soy köküm kəbirli, vətən canlıyam. Vətənim Qarabağ, Qarabağlıyam. Vaqitdir yolumda yanan çırağım. Pənah xan arxam, həm də dayağım. Həmidə xanımdır şöhrətim şanım. Əzəldən şöhrətli, bil ki şanlıyam. Vətənim Qarabağ, Qarabağlıyam. Koroğlu narəli, nəbi qeyliyam. Cavanşir nəsliyəm, istiqanlıyam. Sinəsi yaralı, göyçə dağlıyam. Millərlə şahidin, axan qanıyam. Vətənim Qarabağ, Qarabağlıyam. Qarabağ bizimdir, bizim olacaq. Düşmanı xar etdik, xar da olacaq. Gələcək paytaxtım Şuşa olacaq. Gümanım belədir, bu gümanlıyam. Vətənim Qarabağ, Qarabağlıyam. Qurulur yenidən, bax Qarabağım. Ona qurban olsun bu şair canım. Müzəffər ordulu Azərbaycanım. Sərkərdəm ilhamdır, çox ilhamlıyam. Vətənim Qarabağ, Qarabağlıyam. Anam beşiyimi qurubdur burada. Oğullar böyüdü bu doğma yurda. Deyirəm adımı nəhayət sonda. Kəbirli hacıyam, elə bağlıyam. Vətənim Qarabağ, Qarabağlıyam. Mənim çox sağ olun. Deyilmez. Allah ürəyinizə sağlıq versin. Var olasınız. Çox sağ olun.